Neçə ildir doktorla işləyirsiniz? Doktoru 2010-cu ildən tanıyıram. Doktorun yanında nə iş görürsünüz, nə köməklik göstərirsiniz ona? Xəstələrə paltar verirəm, xəstə hazırlayıram əməliyyata. Yəqin ki, ən yaxşı siz onu tanıyarsınız. 14 ildir. Onu necə belə xarakterizə edə bilərsiniz? Gözəl insan, şöbə müdiri, sonra xeyirxah, sonra kömək eləyən, yardımsevən, sonra 44 günlük müharibədə iştirak eləyən qaziləri, nə qədər insanları pulsuz elədi əməliyyat. Sonra ildə tələbələr üçün endirim eləyir. Sonra ildə orucluq bayramında endirimi olur, nə qədər xəstələrə, yüzlərlə xəstələrə, nə qədər insanlara pulsuz əməliyyat. Mən ancaq doktorumuzu belə tanıyıram. Hansısa, nə bilim, arzu, ürək sözünüz var? Ürək sözüm odur ki, can sağlığı versin Allah, həmişə balalarının, ailəsinin üstündə olsun. Bir də doktorumuzun bir müsbət, hər şeydə müsbət. O xeyirxah insan, necə bu işçilərin o həmişə çayını, suyunu, qəndin, sokun. Yəni biz onları evdən gətirməmişik də. Onların həmişə ehsan kimi doktor öz cibindən. Mənim o qədər qohum qardaşım yoxdur, necə deyirəm. Mən bir dənə qızıma toy elədim, doktor gəldi, oturdu. O mənim həyatda dünya idi. Dəstək verdi sizə həmin gün. Qızımın toyunda oturdu mənim stolumda. Yəni mənim o sevincim hələ ürəyimdə.